Azərbaycanlı tələbə xaricdə təhsil necə ala bilər? İlk saniyədən videonu keçmək istəyənlər var. Bəziləri fikirləşir ki, mən nə qədər çalışdım, alınmadı. Bəziləri deyir ki, ora təqaüd lazımdır, mən düşmürəm və bir çoxsu da deyir ki, ona ancaq pul lazımdır. Bu videoda bütün hamının suallarını cavablayacağam və sən də biləcəksən ki, həqiqətən də sənə xaricdə təhsil üçün nə lazımdır? Pul lazımdır, bilik lazımdır, bacarıq lazımdır, yoxsa dördüncü məsələ. Diqqətlə qulaq as sona qədər və sonunda biləcəksən ki, sənə əslində nə lazımıymış. Bax, Azərbaycanda bir tələbə fikirləş ki, uzun müddətli çalışır, xaricdə təhsil alsın, amma bilmir ki, necə eləsin bunu. Başlamaq yerini bilmir ki, hardan başlasın, necə başlasın, ingilis dilini öyrənməyə başlasın, yoxsa sənəd hazırlamağa başlasın, sonra ingilis dilini öyrənər, universitet tapsın, sonra sənədləri yığar, yoxsa sənədləri yığsın, sonra universitet tapar. Bu kimi suallar bilirəm ki, bir çoxunun beynində fırlanır. Çünki tam belə deyək də, onun road map'i yoxdur, onun belə çıxış planı yoxdur ki, necə eləmək lazımdır. Amma bu videoda biləcəksiniz ki, sıfırdan tam necə hazırlaşmaq olur. Sizə pul lazımdır, yoxsa yox? Pul lazımsa nəyə lazımdır? Dil sertifikatlarında falan hər bir şeyi sizin üçün əhatələyəcəm. Bax, hazırda deyək ki, sən birinci kurs tələbəsisən, ikinci kurs tələbəsisən, fərqi yoxdur. Gələcəyi xaricdə oxumaq istəyirsən. Bu videonu biraz böləcəm ki, məsəl üçün bakalavr oxumaq istəyənlər nə etməlidir, magistr oxumaq istəyənlər nə etməlidir, PhD oxumaq istəyənlər nə etməlidir və s. Əgər sən, deyək ki, lap sıfırdan başlayaq, bakalavrsan, daha doğrusu məktəb tələbəsisən və məzun olduqdan sonra xaricdə bakalavr oxumaq istəyirsən, sənə nə lazımdır? Əvvəlcə bilməlisən ki, hansı ölkəyə gedirsən get, mütləq ki, xarici dil lazımdır. Bu xarici dil hansıdır? Sənin getdiyin ölkədən asılı olaraq bunun dili dəyişilə bilər. Məsəl üçün, sən alman dilli ölkəyə gedirsənsə və həmin dövlətin təqaüdünü almaq istəyirsənsə, o ölkənin öz dilini öyrənmək daha məsləhətlidir. Məsəl üçün, alman dilini öyrənmək. Bu sənin üçün daha avantajlıdır. Çünki təqaüd proqramlarından daha çox yararlana biləcəksən və ölkədə yaşayış üçün sənə bu bir çox məsələlərdə kömək olacaq. Deyək ki, sən alman dilli yox, digər bir ölkələrdə təhsil almaq istəyirsən. Bu olsun Çexiya, Polşa, nə bilim, Rumıniya, Latviya, Litva, Niderland və s. Əksər universitetlər səndən IELTS, ingilis dili dərəcəsini təsdiq edən sənəd və ya TOEFL sənədi və ya bir çox universitetlər var ki, Duolingo-nu tələb eləyir və bu da Covid vaxtından qalan bir məsələdir. Amma bir şey var ki, bakalavrlar üçün əksər hallarda SAT tələb olunur. SAT-ni də bilmirsizsə, məncə bunu araşdırın. Yəni, siz tam sıfırdan məlumat almağa çalışırsınızsa, SAT-nin də nə olduğunu öyrənin. Belə deyək də, ingilis dilində mövzu imtahanları olacaq və onlardan da müəyyən bir bal yığmalısınız. Əgər siz təqaüdə düşmək istəyirsinizsə, yox, siz öz hesabınıza oxumaq istəyirsinizsə, bir dənə belə deyək də, ingilis dilindən kifayətdir. Bəs deyək ki, ingilis dilini Azərbaycanda öyrənə bilmirsiniz, ingilis diliniz yoxdur, nə edə bilərsiniz? Bakalavrlar üçün bir çox hallarda, əksər hallarda deyərdim ki, foundation illəri olur. Yəni, siz əvvəlcədən başlayırsınız ingilis dilini öyrənməyə, daha sonra başlayırsınız siz bu universitetin dərslərini keçməyə. Və bunun üçün nə lazımdır sizə? Dil sıfırdan heç nə bilmədən başlaya bilərsiniz, yoxsa yox. Ən azından heç olmasa özünüzü təqdim eləyə biləcəyi qədər bir kiçik ingiliscəniz olsun. Bu ona görə yox ki, universitetin imtahanından keçərsiniz. Sadəcə, məsəl üçün, siz administrativ heyətə özünüzü təqdim edirsiniz, sənədləri verirsiniz və onlar sizi intervyuya çağırırlarsa, heç olmasa o intervyuda nəsə danışa bilərsiniz və özünüz haqqında kiçik bir məlumat verərsiniz. Nəsə, bunu qoyduq bir yana. Bakalavr dərəcəsi üçün sizə nə lazımdır, onu bilməlisiniz. Təqaüdə hazırlaşmaq istəyirsinizsə, bu tamam başqa bir şeydir. Təqaüdlə oxumaq istəyənlər yüksək göstəriciləri lazımdır ki, onların CGPA-yi, yəni ümumi orta təhsil balları yüksək olmalıdır və siz belə deyək, honor degree ilə bitirirsinizsə məktəbi, necə deyirlər, qırmızı diplom kimi də
və ya digər bir hər hansı üstünlükləriniz var sizin məktəbi bitirərkən. Ola bilər ki, siz olimpiyadaların qalibisiniz və s. və ilə axır. Bu sizin ingilis dili sertifikatınızdan, SAT-dən əlavə olaraq sizdən şansınızı artıran bir göstəricilərdir. Və daha sonra deyək ki, siz indi bütün bunları həll elədiniz və siz müraciət eləmişsiniz, qəbul da alırsınız. Daha sonra sizə nə lazımdır? Bütün bu qəbul sənədlərini toplayıb siz vizaya müraciət edəcəksiniz. Vizaya müraciət üçün də siz özünüz də eləyə bilərsiniz bunu və ya hər hansı bir şirkətlərlə də bu işi görə bilərsiniz. Universitetin əməkdaşları da sizin üçün kömək eləyə bilərlər, amma məsləhətdir ki, özünüz daha çox araşdırasınız. Universitetin əməkdaşları immiqrasiya məsələlərində sizə ətraflı köməklik eləyə bilməyəcəklər. Çünki immiqrasiya idarəsi buna icazə vermir universitetlərə. Nəysə, bu bakalavrlar üçün. Sonra siz, indi bütün bunlar haqqında məlumat vereyim. Daha sonra deyəcəm ki, təqaüdlər necə tapılır, ingilis dili dərəcələri və s. ilə axır. Master dərəcəsi almaq istəyirsiniz və master dərəcəsi üçün fikirləşirsiniz ki, mənim ingilis dilim yoxdur, nə edeyim? İngilis dili olmadan master dərəcəsi ala bilərəm, yoxsa yox? Bax, fikirləşin ki, master dərəcəsi akademik bir dərəcənin ikinci, deyək ki, hissəsidir də. Biraz professional degree sayılır bakalavrdan sonra. Və siz iki cür şansınız var, ya research based proqram, ya da ki, course based proqramla təhsil almalısınız. Research based proqramla olanlar, yəni siz ancaq araşdırma eləyəcəksiniz. 1-2 ola bilsin, 5 fənnə qədər fən götürürsünüz. Kredit, 30 kredit kimi bir kredit yığdıqdan sonra da research işini tamamlayıb məzun ola bilirsiniz. Bəs course based olanlar isə əksər dərsləriniz sizin belə imtahan verməklə, assignment yazmaqla və s. belə olur. Və bunda sizə nə lazımdır? Ölkəni düzgün seçməlisiniz siz. Fikirləşin ki, master dərəcəsini seçmək istəyən artıq professional həyata atılır, yetkin həyata atılır və o gələcəyini düşünür. Səbəb də nədir? Çünki bunu belə hazırlaşmaqda sən fikirləş ki, ən azı 2 il həmin ölkədə oxuyacaqsan, 2 il, 2 il yarım və daha sonra da immiqrasiya məsələlərini fikirləşəcəksən ki, mən həmin ölkədə necə qalım, vətəndaşlığını, işini necə alım, belə deyək, işləmək istəyirəm, işləyəndən sonra o ölkədə qalmaq istəyirəm. Ona görə də çox diqqətlə seçməlisiniz həmin universiteti ki, bu sizdən ən azı 2 il vaxtınızı alacaq həmin ölkədə qalmaq. Həmin ölkə həqiqətən də sizə lazımdır, oranın təbiəti, insanları, mentaliteti sizə uyğundur, yoxsa yox. Qala bilərsiniz uzun müddətli, yoxsa yox. Çünki bəzi hallarda olur ki, tələbə deyək ki, oxuyur orada 1 ay, 2 ay və daha sonra görür ki, yox, o onun üçün çətindir, yaşayış şərtləri çətindir, insanları onu narahat eləyir və əvvəlcədən fikirləşir ki, öz ölkəmdən çıxım, hara olur olsun, təki çıxım, gedim orada oxuyum. Yox, bu elə olmur. Siz belə deyək də, rahat şəraitdə, komfort zonavızda olanda hər şey sizə belə göz ardı gələ bilər ki, təki buradan çıxım, hara olur olsun. Amma məqsədinizə çatandan sonra artıq sizin perspektivləriniz böyüyür və fikirləşirsiniz ki, yox, əksində mən çıxmağına çıxmışdım, heç olmasa 2 ay geç çıxardım, 4 ay geç çıxardım, amma yaxşı ölkəyə çıxardım, hazırlaşıb çıxardım. Bax, həmin məsələdə mənim dediyim söz sizə aydın olacaq ki, mən nəyə görə deyirdim ki, düzgün hazırlaşmalısınız. Və bunu bir yana qoyaq. Bu universitetləri necə tapırsınız? Siz fikirləşirsiniz ki, mənim oxumaq istədiyim ixtisas sahələri hansılardır? Tutaq ki, mən ingilis dilinin pedaqogikasını fikirləşirəm, mən mühəndisliyi fikirləşirəm, kimya mühəndisliyi, neft-qaz sahəsini. Və sən oradan, belə deyək də, özünə biraz çatacaq ki, neft-qaz sahəsini oxumaq istəyirəmsə, həmin ölkə neft-qaz sahəsində nə qədər ad çıxardıb və yaxud da ki, texniki universitetləri nə qədər çoxdur, o mənə təqaüd verə bilər, o mənə yaxşı təhsil verə bilər, yoxsa yox. Təhsili bitirəndən sonra, tutaq ki, sizə təhsil verə bilər, amma təhsili bitirəndən sonra iş imkanları necə olacaq? Əgər orada neft-qaz şirkətləri yoxdursa, ölkə özü ancaq, belə deyək, import eləməklə öz sənayesini inkişaf elətdirirsə, deməli, sən orada neft-qaz oxumağın heç mənası yoxdur. Düzdür? Belə məntiqlə fikirləşək də və daha sonra deyək ki, ölkəni seçdiniz. Sonra həmin ölkələrdə hansı şəhər bu sahələrdə universitetlərə sahibdir? Deyək ki, X
şəhərində bu universitetlər var. Siz amma başqa şəhərə axtarırsınız. Deməli, orada tapa bilməyəcəksiniz. Biraz da vaxt itkisi gedəcək sizə. Onun üçün düzgün araşdırma eləməlisiniz. Ölkəni seçdiniz, şəhəri seçdiniz, universiteti seçdiniz. İndi sizə qalır maraqlanmaq ki, tələbləri nədir? Universitetin qəbul şərtləri nələrdir? Siz bu universitetin qəbul şərtlərini də öyrənəndən sonra başlayırsınız müraciət eləməyə. Və müraciət eləmək prosesləri necədir? Sadəcə belə deyək, onlayn portal olur və o onlayn portalda siz başlayırsınız sənədləri yerləşdirməyə. Sənədləri yerləşdirəndə də diqqətli olun ki, orada səhvlik olmasın, vaxtı keçmiş sənədi ora yükləməyəsiniz və motivation letter yazmalısınız, təsdiq məktubu, özünüzü biraz deyək də göstərmək məktubu yazmalısınız ki, həqiqətən də siz bu universitetə lazımsınız və bu universitet sizə təhsil baxımından çox kömək eləyəcək. Burada win-win situation olmalıdır. Həm universitet sizə dəstək olur, həm də siz universitetə dəstək olursunuz. Bunu da həll eləyəndən sonra siz artıq intervyu varsa intervyulardan keçməyə başlayırsınız və siz onlayn intervyuya dəvət eləyirlər də. Onlayn intervyuya necə hazırlaşmaq lazımdırsa, o barədə mən sizə kömək eləyərəm əgər istəyirsinizsə. Suallar nələrdir, nə barədə olur, necə hazırlaşmaq lazımdır, bədən dili nə deyir filan. Bu kimi köməklikləri mən sizin üçün göstərərəm. Və bunu da tapandan sonra deyək ki, siz artıq hazırlaşırsınız. Yenə də viza məsələləri öz yerində. Daha sonra doktorantura təhsili. Doktorantura təhsili üçün nə lazımdır? Azərbaycanda bir çox tələbələr fikirləşirlər ki, mən doktorantura təhsili almaq istəyirəmsə, xarici təhsil şirkətlərinə müraciət edə bilərəm. Amma bu səhv fikirdir. Niyə görə? Mənim mentorluğuma müraciət edən insanlarla danışıram və bunu deyirəm ki, doktorantura qəbul mərhələsi elə bir şeydir ki, burada başqa bir insan sizin əvəzinizdən heç bir sənəd yaza bilməz. Çünki orada statement of purpose olsun, SOP sənədi və ya belə deyək, research proposal letter olsun və ya başqa adlarda olur da. Araşdırma mövzusu yazmalısınız. Əgər tələb olunursa, tələb olunmursa sadəcə statement of purpose məktubu yazırsınız ki, mən həqiqətən də bu ixtisasda bu araşdırma mövzusunu eləmək istəyirəm. Səbəb nədir? Və bu belə deyim 3 səhifədən 25 səhifə aralığında dəyişə bilən bir şeydir. Əgər sizdən research proposal letter istəyirlərsə, bu daha uzun olur. Yox, istəmirlərsə elə siz bu 3 səhifəlik bir şeylə də yekunlaşdıra bilərsiniz. Doktoranturada belə olur. Doktoranturalarda da iki cür olur. Təqaüdlü və təqaüdsüz təhsillər. Əksərən belə deyək də universitetlərin özünün təqaüd verməyindən də başqa professorların fərdi təqaüdləri olur ki, ixtisasların o departamentində olan professorların da fərdi təqaüdləri olur ki, onu sizə verərlər və ya universitetlərdən kənar şirkətlərin özünün təqaüdləri olur ki, onlarla da maraqlanıb siz müraciət edə bilərsiniz. Və təqaüdlər niyə görədir? Çünki niyə görə ümumiyyətlə təqaüd verirlər? Səbəb odur ki, siz onların mövzusunu araşdırma eləyirsiniz. O universitetdə professorlar nə qədər araşdırma eləyən tələbələrə sahib olsalar, onların da rankingi artır. Onların da belə deyək, maaşları artır. Nə qədər research paperlər çox yazsa, o qədər də əlavə bonusları olur və gələcəkdə də grant götürmək istəyəndə şirkətlər əsasən o professorlara grant verəcəklər ki, yəni sənin artıq belə deyək də son 5 ildə 25 research topikin olub, nə bilim, deyək ki, 10 nəfər PhD kandidatin olub və onlara daha çox grant verəcəklər. Onlara daha çox grant verdikcə siz də şansınız artır. Yəni bu formada dəyişir. Və belə deyək, hər biri haqqında çox uzun danışmayaq. Ümumiyyətcə deyək ki, xaricdə təhsil bu formada olur ki, sənin ya biliyin güclü olmalıdır, ya sənin bacarığın güclü olmalıdır, ya sənin pulun olmalıdır ki, mən deyək, bunların heç birini istəmirəm, öz hesabıma da gedib oxuya bilərəm. Mənə bir dənə sadəcə universitet tap, ölkə tap, mən gedim orada başlayayım oxumağa və gələcəyimi də orada qurum. Bu kimi ölkələr var, təbii ki var. Təhsilin özü ən böyük biznes olduğuna görə istənilən ölkələrdə ödənişli universitetləri tapıb gedib oxumaq olar. Bu çox asan bir şeydir, çünki siz orada əziyyət çəkmirsiniz, sadəcə müraciət edirsiniz, sənədləri yığıb müraciət edirsiniz, öz hesabınızı oxuyursunuz deyə qəbul da almaq biraz rahatlaşır sizə təqaüdlü təhsilə nisbətən. Və başqa bir məsələ var ki,
mən bacarıq deyirəm və bu dördüncü məsələ deyirəm. Tutaq ki, siz təqaüd almağa gücünüz çatmır, universitetin ödənişini tam eləməyə gücünüz çatmır. Nə edə bilərsiniz ki, bu universitetdən qəbul alasınız. Yəni, bu sizin üçün vacibdir. Onun üçün, bax, güclü motivation letter yazmaq lazım, motivasiya məktubu yazmaq lazımdır. Motivasiya məktubunun əslində, belə deyək də, elə ideyası da odur ki, motivasiyalı insansınız siz. Yəni, onlar sizə təqaüd vermirlərsə, öz hesabınıza da oxuya bilmirsinizsə, bunu bacardığınız qədər aşağı xərclərlə əldə eləməyə çalışırsınız. Siz universitetlərə yazırsınız, nə bilim, fərdi professorlara yazırsınız, qəbul departamentinə yazırsınız ki, mənə bu qədər, məsəl üçün, ödəniş eləməyə imkanım var, bu qədər, nə bilim, göstəricilərim var, mən mütləq qəbul almalıyam, zəng edirsiniz onları, əldə eləyirsiniz. Yəni, siz özünüz də göstərirsiniz ki, bu həqiqətən də mənə lazımdır. Belə bir şey eləyəni heç mən bilən 5 nəfərdən biri görər ya görməz. Eşidər ya eşitməz. Belə bir şey məncə eşitməmisiniz. Məsələn, mənim özümdə olmuşdu elə və bir neçə mən tələbələrimlə də bunu eləmişdim. Bu keçmişdi. O demək deyir, hamısını da keçəcək. Amma biz yoxluyuruq, akademik şəkildə yazırıq. Yəni, görməmiş şəkildə yazmırıq ki, mənə təqaüd ver, nə bilim, təhsil haqqını biraz azalt, heç olmasa mən oxuyum zət belə. Akademik şəkildə göstəririk səbəblərlə ki, niyə görə bizə bu təhsil lazımdır və biz bu təhsil üçün uyğunuq, bu universitetdə oxumalıyıq biz. Akademik səbəblərlə göstərməlisən və cümlələrlə göstərməlisən. Və bu da onun həmin o bayaq dediyim dördüncü yoludur ki, vermirlərsə almalısan. Nə yolla olur olsun, əldə eləməlisən bunu. Çünki sənin məqsədin orada oxumaqdır. Və belə deyim, əgər sən özün bu işləri görə bilmirsənsə, çətinlik çəkirsənsə və istəmirsənsə ki, vaxt itirəsən filan, mən sənin yerimə bunu eləmirəm. Amma mən sənə mentorluq edirəm ki, bunu necə olur? Mən sənə bir-bir addım-addım deyirəm. Sən onu başlayırsan eləməyə. Sənə nə lazımdır? Onu göstərirəm. Necə yazmaq lazımdır? Onu deyirəm. Yazırsan, göndərirsən, mənə feedback verirəm. Və bütün bunların hamısında səndən birbaşa mən və bizim əməkdaşlar məşğul olurlar. Fikirləşərsən ki, yaxşı, mən bunu belə özüm eləyəcəmsə, dahi mən nə edirəm ki, kömək edirəm. Bax, məsələ odur ki, bax da dediyim kimi, elə sənədlər var ki, bunu 100% ki, özün yazmalısan. Özün yazmırsansa da belə, sənə kimsə kömək eləməlidir və birgə səndən yazmalıdır. Çünki bu sənədlərini hansı şirkətə nə qədər pul verirsən, yaza bilməz. Mən, məsəl üçün, özüm fikirləşirəm ki, mənim yerimdən PhD research proposal letter yazmaq istəyən insana pul verirəm. O nə dərəcədə yaza bilər? Çünki ixtisası mən oxumuşam, ixtisas barədə mən məlumatlıyam, research eləmək istədiyim sahəni mən bilirəm və texniki tərəfini də, riyazi tərəfini də olsun, elmi tərəfini də mən bilirəm. O insan sadəcə belə deyək, xarici təhsil mütəxəssisi ola bilər, işçisi ola bilər, amma 100% ki, bu insan texniki tərəfdən məlumatlıdır. Ona görə də mən səninlə birgə oturub bunu yazıram və sənə dəstək oluram. Sənə yeri gələndə özüm də araşdırma edirəm sənin ixtisasın barədə ki, yazım mən. Yaxşı? Bu qədər. Yenə də deyirəm, əgər istəyirsənsə ki, mən köməklik edeyim, mentorluq xidmətinə yaza bilərsən və bununla mentorluq eləyib, konsultasiya eləyib, sənin sənədləşməyə kömək eləyəcək və universitetə qəbul olmaqda filan hamısında səninlə birgə iştirak eləyəcək. Emin Varxanov, mentorluq proqramına yazılmaq istəyənlər rəydəki ilk linkdən keçid eləsinlər və yaxud da ki, profildəki linkdən keçid eləsinlər. Özünüzdən müğayyət olun. Hələlik.